Salam dəyərli izləyicilər. Biz bu gün Certportdan qeydiyyatdan keçmə qaydasını öyrənəcəyik. İlk öncə boş bir səhifə açırıq. Axtarış səhifəsi və bura Certport yazdığımız zaman bizi elə yönəldəcək certport.persenview.com səhifəsinə. Certporta daxil olduğumuz zaman belə bir səhifə ilə qarşılaşacaqsınız. Bu səhifədə yuxarı sağ küncdə Login and Register hissəsi görürük. Həmin zaman kliklədiyimiz zaman birbaşa login deyil, Join for Free əmrini sıxırıq. Join for Free yerini sıxdığımız zaman bizim buradan ilk öncə Country Region, yəni bizim yaşadığımız ölkənin adını buradan tapmalıyıq. Azərbaycanı sıxdığımız zaman digər mail hissəsinə istifadəçi adımızı, yəni istifadəçi məxsus olan mailimizi qeyd edirik. Və daha sonra isə password yerinə isə 8 simvoldan ibarət, 8 xarakterdən ibarət bir belə deyək, şifrə təyin etməliyik. Mən hal-hazırda yazıram. İlk hərfin böyük yazacağam, digərlərini rəqəm qarışıq və xüsusi bir simvol, nida, ulduz fərqi yoxdur artıq. Bu sizin seçiminizdən asılıdır. Passwordu yerləşdirdim. Artıq verilən tələbləri mənim passwordum ödədi. Buradan da razılaşma ilə təsdiqlədiyimi bildirirəm. Sonra Next əmrini sıxdığım zaman mənə sertifikatda ümumi ad və soyadın necə görsənəcəyi bir hissə verir ekranın sağ tərəfində. Sol tərəfdə isə müvafiq olaraq ad və soyadı yazmaq tapşırılır. Ad yerinə istifadəçinin adını yazacağam. Last name hissəsinə isə həmin istifadəçinin soyadını yazacağam. Bu hissəyə də yenə quş qoyuruq. Bu detallarla razılaşmağımız üçün olan bir hissədir. Digər hissə isə birinci adımız gəlsin deyilən bir anlayış var. Birinci adımı yoxsa soyadımı gəldiyini artıq burada ikinci hissəyə də müvafiq əmri verdiyinizdə görə biləcəksiniz sertifikatın üzərində. Yenidən Next əmrini sıxırıq. Burada artıq biz həmin şəxsin doğum tarixini yazmalıyıq. Doğum tarixini elə buradan verilən deyək ki, tarixlərə müvafiq olaraq seçim edirik. Mən robot deyiləm əmrini də sıxdıqdan sonra bizə verilir avtobusu tapmaq. Bunları nişanlayırıq. Başqa görmədiyimizə görə doğrul əmrini sıxırıq və doğrulandı. Submit əmrini sıxdığımız zaman isə artıq bizim demək olar ki, istifadəçi adımız qeydiyyatdan keçdi. Çünki bizi burada Congratulations yazısı qarşılayır və artıq bilirik ki, Qəndab xanımın müvafiq olaraq biz Certportdan qeydiyyatdan keçirmiş olduq. Daha da əmin olmaq üçün My Dashboard hissəsini keçid eləyib baxırıq. Əgər Welcome Qəndab yazılırsa, artıq biz bilirik ki, bu şəxsi qeydiyyatdan keçirmiş olduq. Logof əmrini sıxdıqda isə biz ümumi səhifədən çıxış etmiş olacağıq. Dinlədiyiniz üçün təşəkkürlər.